Cəlilabad rayonunun Üçtəpə kənd sakini Yariyev Ramiz Qədiroğlu. Hörmətli cənab prezident, biz Cəlilabad rayon sakinləri tərəfindən sizə müraciət edirik. Bildiyimiz kimi, tarix sübut edir ki, dövlətin tarixinə edilmiş cinayəti xəyanətlər öz dövrünün dövlət başçısının adı ilə bağlıdır. Bağışlanılması mümkün olmayan bu qara ləkəni nə tarix və nə də gələcək nəsillər həmin dövlət başçısına və dövrünün vətəndaşlarına bağışlamaz. Hörmətli cənab prezident, dövlətini və dövlət başçısını sevən biz, Azərbaycan Respublikasının vətəndaşları, primitiv ağlımızla hesab edirik ki, hər hansı bir qanunsuzluğu və xüsusilə dövlətin tarixinə edilmiş cinayəti xəyanəti gizlətmək və bilə-bilə açıqlamamaq özü də dövlətə, onun başçısına və dövlətin tarixinə xəyanətdir. Hörmətli cənab prezident, izah edib nəzərinizə çatdırırıq Cəlilabad rayon məhkəməsinin sədri Əliyəjdər Ələkbərovun, Cəlilabad rayon hərbi komissarlığının, Cəlilabad rayon əhalinin sosial müdafiəsi mərkəzinin, Ağdam rayon 190 saylı hərbi hissənin rəhbərliyinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, digər rəsmi şəxslərin və Cəlilabad rayon Göytəpə şəhər sakini Mürsalov Mirşamil Miradiloğlu'nun tərəfindən şəxsi maraqlarından ötəri müstəqil Azərbaycan dövlətinə, onun tarixinə və dövlət başçısına və imicinə və xüsusilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Azərbaycanın şəhid olmuş şəhidlərinə və onların ruhlarına cinayəti xəyanət etmişlər. Cənab prezident, müstəqil Azərbaycan dövlətimizin tarixinə edilmiş bu cinayətlərin araşdırılıb müvafiq tədbirlərin görülməsində Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, onların Cəlilabad rayonunda olan şöbələri və digər aidiyyatı olan orqan və təşkilatlar vəzifələrin itirməkdə və ya başqa cür cəzalandırılmaqda ehtiyat edirlər. Eyni zamanda Cəlilabad rayon məhkəməsinin sədri Əliyəjdər Ələkbərovun sədrliyi ilə 20.07.2009-cu il tarixli qətnaməsinin ləğv olunmasından ötəri maraqlı tərəflər olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, onun Cəlilabad rayon şöbəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, onun Cəlilabad rayon şöbəsi, müddətin bərpa olunması üçün yuxarı məhkəmə orqanlarında məsələ qaldırmaq səlahiyyətlərinə malik olduqları halda bundan boyun qaçırır və bunun ardınca da yuxarı məhkəmə orqanlarında qətnamənin ləğv olunmasından ötəri iddia qaldırmaqdan da imtina edirlər. Yuxarıda adları çəkilən orqanlar və təşkilatlar tərəfindən və eləcə də Mürsalov Mirşamil Miradiloğlu'nun tərəfindən müstəqil Azərbaycan dövlətinə, onun tarixinə etdikləri cinayəti xəyanətlərini, cənab prezident, sizin dövrünüzdə sizin məlumatınız olmadan həyata keçirmişlər. Cinayətlərinin açıqlanmamasını istəyən xəyanətkarlar bu məsuliyyətli məsələnin gələcəkdə sizin adınızla bağlı qalmasını istəyərək Azərbaycan dövlətinin tarixinə saldıqları qara ləkənin silinib təmizlənməsində hərəkətsizlik göstərirlər.
Hörmətli cənab prezident, Ulu öndərimiz Heydər Əliyev cənabları Azərbaycan dövlətinin və xalqının xilaskarıdır. Siz də onun varisi, davamçısısınız. Bu və digər müsbət səbəblərdən sizi sevən və vətəndaşınız olaraq belə bir ağır və məsuliyyətli məsələnin sizin adınızla bağlı olmasını və ağır yük kimi çiyninizdə qalmasını istəmirik və Azərbaycan dövlətinin tarixinə yazılmış bu qara ləkədən təmizlənməsindən ötəri və imicinizə xələllik gəlməməsi naminə sizdən xahiş edirik. Yuxarıda qeyd olunanları və əlavə edəcəyimiz digər faktları nəzərə alıb, ərizəmizi şəxsi nəzarətlərinizə götürüb, müvafiq araşdırma işlərinin aparılmasına və Cəlilabad Rayon Məhkəməsinin 20.07.2009-cu il tarixli qətnamənin ləğv olunmasına kömək edəsiniz. Hörmətli cənab prezident, xüsusi vurğulayaraq qeyd etmək istəyirəm ki, 190 saylı hərbi hissədə elektrik cəryanı vurması nəticəsində ölmüş sıravi əskər Mürsalov Mirəjdər Mirşamiloğlu'nun ölməsi ilə bağlı hadisə yerində tərtib olunmuş protokolun 190 saylı hərbi hissədən və Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən tələb etmək, 190 saylı hərbi hissədə elektrik cəryanı vurması nəticəsində ölmüş Mürsalov Mirəjdər Mirşamiloğlu'nun ölümü ilə bağlı iş üzrə başlanmış cinayət işinin materialını tələb etmək, 190 saylı hərbi hissədə elektrik cəryanı vurması nəticəsində ölmüş Mürsalov Mirəjdər Mirşamiloğlu'nun meydinin tibbi müayinədən keçirilməsinə dair ekspertizanın rəyi tələb olunması və sair rəsmi sənədlərin, yəni qanuna uyğun sənədlərin tələb olunmasını, yəni tələb etməyinizi cənab prezident, şəxsən sizdən xahiş edirik. Bu məsələdə yəni tariximizə olunmuş qara ləkə silinməlidir və Azərbaycanın prezidenti olaraq siz billursunuz və billur kimi də qalmalısınız. Siz Azərbaycan xalqının dəyərli oğlu və şəxsiyyətisiniz. Biz istəmirik sizin adınızla hər hansı bir mənfi hallansın. Gələcək nəsillər bunu nəinki bizə, heç vaxt bizə bağışlamayacaq. Hörmətli cənab prezident, sizdən çox xahiş edirik. Mürsalov Mirəjdər Şamil Miradiloğlu'nun müvafiq törətdikləri müxtəlif, yəni 20 yanvar əlilliyi ilə bağlı da çox saylı saxta sənədlər əldə edib 20 yanvar Cəlilabad rayonunda 20 yanvar hadisəsi baş verməmişdir. Tam sabitlik olmuşdur. Lakin Mürsalov Mirşamil Miradiloğlu 20 yanvar əlilliyi cəmiyyətini yaratmış, halbuki Cəlilabad rayonunda hər hansı bir şəxs, bir qadından başqa heç bir şəxs yəni zərər çəkməmişdir 20 yanvar hadisəsində. Hörmətli cənab prezident, xahiş edirəm fikir verilsin. Elektrik cəryanı vurması nəticəsində ölməsinə dair 190 saylı hərbi hissənin 537 nömrəli məktubuna əsasən arayış Cəlilabad rayon icra hakimiyyətinə təqdim olunması üçün verilir. Digər ikinci arayış 190 saylı hərbi hissənin 279 saylı. Burada isə qeyd olunur ki, istənilən təşkilata təqdim olunması üçün. Yəni, təşkilatın adı bilinmir. Bu özü də sənətin saxtalığını sübuta yetirir. Digər Cəlilabad rayon hərbi komissarlığından verilmiş arayış. Yəni, eyni məzmunlu güya. Bu, digərində şəhid olduğu göstərilir. Birində elektrik cəryanının vurması nəticəsində ölməsi göstərilir. Bir digərində isə yəni həlak olması göstərilir. Bütün bunlar və digər rəsmi sənədlər eyni zamanda məhkəmə qətnaməsinə istinad etsək, xahiş edirəm, həmin 20.07.2009-cu il tarixli qətnamə, həmin qətnamədə yalancı şahidlərin yalan ifadələri əsasında həmin qətnamə və Cəlilabad rayon məhkəməsinin sədri Ələkbər Ələkbərovun
sədrliyi ilə yəni qətnamə çıxarılmışdır. Tamamilə bu qətnamə qeyri-qanunudur. Mən bunu belə hesab edirəm bir vətəndaş kimi, yəni hüquqi əsası, yəni Azərbaycan necə deyirlər, üzr istəyirəm. Yəni hüquqi əsaslı sənədlərə söykənməyən bir qətnamədir və bu ədalətsiz bir qətnamədir. Bu Azərbaycanın tarixinə oturmuş xəyanətdir. Xahiş edirəm, bütün bizim bu şikayətlərimizi 15 təşkilata ünvanlanmış, siz başda olmaqla cənab prezident, bu ərzəmizi ciddi nəzarətə götürməyinizi sizdən xahiş edirik və bu məsələnin araşdırılıb tariximizin təmizlənməsinə köməkli göstərməyinizi sizdən xahiş edirik. Bir daha sizə təşəkkür edirəm. Sizə uzun ömür, can sağlığı, Allah sizi, yəni Azərbaycan xalqının yanından əski etməsin. Daima siz yaşayasınız, var olasınız. Diqqətinizə görə təşəkkür edirəm. Minnətdaram. Sağ olun.